Daxili audit. Yəqin ki, bu sözü eşidəndə ağlınıza dərhal rəqəmlər, cədvəllər və biraz da sıxıcı yoxlamalar gəlir. Amma gəlin bugün bu anlayışa tam başqa bir gözlə baxaq. Çünki daxili audit sadəcə bir məcburiyyət deyil, əksinə bir təşkilatı zirvəyə daşıyan gizli güclərdən biridir. Gəlin görək, bugün sizi hansı maraqlı səyahət gözləyir? Əvvəlcə, daxili auditin əslində nə demək olduğunu aydınlaşdıracağıq. Sonra onun səlahiyyətlərini haradan və necə aldığına, yəni mandat və nizamnaməyə baxacağıq. Onun ən böyük super gücü olan müstəqilliyin sirlərini açacağıq və sonda bütün bu bilikləri 3 xətt modeli adlanan möhtəşəm bir planda birləşdirəcəyik. Yaxşı, gəlin lap təməldən başlayaq. Daxili audit nədir? Amma biz sadəcə nə sualına cavab axtarmayacağıq, daha vacibi bu funksiyanın niyə mövcud olduğunu, onun əsl məqsədinin nə olduğunu anlamağa çalışacağıq. Heç düşünmüsünüzmü, bu auditorlar bütün günü nə edirlər? Onlar sadəcə səhvləri axtaran təşkilat polisidirlər. Yoxsa bu işin arxasında daha dərin, daha strateji bir məna var? Gəlin rəsmi tərifin bizə nə dediyinə baxaq. Baxın, bütün məsələ bu iki ifadədə gizlənib. Dəyər qatmaq və təkmilləşdirmək. Yəni, əsl məqsəd kimisə cəzalandırmaq və ya səhv tapmaq deyil. Məqsəd təşkilatın daha güclü, daha səmərəli olmasına kömək etməkdir. Bu, bir növ təşkilatın sağlamlıq müayinəsidir. Deməli, bu dəyər necə yaranır? Düşünün ki, effektiv bir audit sistemi şirkətin öz hədəflərinə daha inamla çatmasına yardım edir. İdarə etməni daha şəffaf, risklərə qarşı daha dayanıqlı edir. Və sonda bütün bunlar təşkilatın həm daxildə, həm də xaricdə nüfuzunu artırır. Bu sadəcə bir yoxlama deyil, bu etibar və dayanıqlılıq inşa etməkdir. İndi isə gəlin o sənədlərə baxaq ki, daxili auditə bütün gücünü verir. Bunlar sanki bütün sistemin çırtucudur. Onlar olmadan qurulan hər şey havada qalar. Gəlin sadələşdirək. Mandat əslində auditin təşkilat daxilindəki rəsmi giriş kartıdır. Bu kartı ona ən yüksək orqan, yəni idarə heyəti verir. Və bu kart auditora deyir, sənin hər yerə baxmaq, hər kəsdən soruşmaq və gördüklərini birbaşa bizə bildirmək səlahiyyətin var. Bu cədvələ baxanda hər şey aydın olur, elə deyilmi? Bu, bir komanda işidir. Zirvədə idarə heyəti dayanır, onlar son sözü deyir və auditə arxa dururlar. Ortada yuxarı rəhbərlik var, onların işi bu prosesin bütün təşkilatda qəbul olunmasını təmin etməkdir. Və təməldə baş audit rəhbəri dayanır, o isə bütün bu mexanizmi qurur və idarə edir. Bu iki sənədi çox vaxt səhv salırlar. Amma əslində aralarında böyük fərq var. Gəlin belə bir bənzətmə edək. Audit komitəsinin nizamnaməsi bütün bir ölkənin konstitusiyası kimidir. Ümumi qaydaları müəyyən edir. Daxili audit nizamnaməsi isə konkret bir nazirliyin, məsələn, Daxili İşlər Nazirliyinin əsasnaməsi kimidir. Onun özünün səlahiyyət və vəzifələrini təsvir edir. Biri ümumi çərçivədir, digəri isə konkret icraçı üçündür. Hər bir super qəhrəmanın bir super gücü olur, elə deyilmi? Daxili auditində super gücü var və bu, onun effektivliyinin təməl daşı olan müstəqillikdir. Gəlin görək bu super güc əslində nə deməkdir? Bəs müstəqillik nə deməkdir? Əslində çox sadədir. Heç kimin təsiri altında qalmadan, heç kimdən çəkinmədən, tamamilə qərəzsiz şəkildə işini görmək bacarığıdır. Əgər bu müstəqillik olmasa, auditorun verdiyi rəyin heç bir mənası və dəyəri qalmaz. Amma bilirsiniz, hər super gücün bir zəif nöqtəsi, bir kriptoniti olur. Müstəqillik üçün də təhlükələr var. Rəhbərliyin xoşuna gəlməyən bir tapıntını dəyişdirməyə çalışması, lazımi məlumatlara çıxışı əngəlləməsi, büdcəni kəsərək auditin əl-qolunu bağlaması, bütün bunlar o super gücü zəiflədən, hətta yox edə bilən ciddi təhlükələrdir. Yaxşı, bəs bu təhlükələrdən necə qorunmaq olar? Xoşbəxtlikdən bunun üçün möhkəm qalxanlar var. Ən güclü qalxan isə auditin birbaşa idarə heyətinə hesabat verməsidir. Bu, onu gündəlik idarə etmənin təzyiqlərindən qoruyur və obyektivliyini təmin edir. Yəni, auditor heç kimə yox, yalnız ən yüksək orqana cavabdehdir. İndi isə nəzəriyyəni bir kənara qoyub, real döyüş meydanına enirik. Daxili audit təşkilatın hər gün üzləşdiyi risklər labirintində necə hərəkət edir? Onun əsl bacarığı məhz burada üzə çıxır. Deməli, məntiq budur. Hər bir şirkətin hədəfləri var, bir də o hədəflərə çatmağa mane olan potensial təhlükələr, yəni risklər var. Risklərin idarə edilməsi sadəcə bu təhlükələri qabaqcadan görüb onlara qarşı bir müdafiə sistemi qurmaq sənətidir. Daxili audit isə bu müdafiə sisteminin nə qədər möhkəm olduğunu yoxlayır.
Bu çox kritik bir məqamdır. Auditorlar kör-körənə döyüşə getmirlər. Onlar əvvəlcə ərazini, yəni təşkilatın risk xaritasını dərindən öyrənməlidirlər. Hansı təhlükələr var? Şirkət bu təhlükələrə qarşı hansı tədbirləri görüb? Bu sualların cavabını bilmədən effektiv bir audit planı qurmaq mümkün deyil. Və nəhayət, gəlib çatdıq bütün bu parçaları birləşdirən böyük mənzərəyə. 3 xətt modeli. Bu, təşkilatın müdafiə sistemini o qədər sadə və aydın şəkildə izah edir ki, hər kəs öz rolunu və məsuliyyətini anlaya bilir. Gəlin bunu bir qalanın müdafiəsi kimi düşünək. Birinci xətt qalanın divarlarında duran əskərlərdir. Onlar hər gün təhlükə ilə üz-üzədirlər. İkinci xətt sərkərdələr və strategiya mütəxəssisləridir. Onlar əskərlərə təlim keçir, qaydalar qoyur və nəzarət edirlər. Və üçüncü xətt, yəni daxili audit. Qalanın kənarındakı təpədən bütün döyüşü izləyən və kralı hesabat verən müstəqil müşahidəçidir. İndi gəlin bu sxemə birlikdə nəzər salaq. Görürsünüz, sol tərəfdə rəhbərlik, yəni bizim birinci və ikinci xəttimiz birbaşa yuxarıdakı idarə etmə orqanına hesabat verir. Onlar gündəlik işlərin içindədirlər. Sağ tərəfdəki daxili audit isə, yəni üçüncü xətt, onlardan ayrı dayanır. O da idarə etmə orqanına hesabat verir, amma bunu tamamilə müstəqil şəkildə edir. Bax, bu quruluş sistemin balanslı və etibarlı işləməsini təmin edir. Bu sitat əslində bütün modelin canını ifadə edir. Sonda bütün məqsəd nədir? Əlbəttə ki, daha sağlam, daha etibarlı və riskləri nəzərə alan qərarlar vermək. Bu model məhz həmin şəffaf və etibarlı mühiti yaradır. Beləliklə, bu mövzunu yekunlaşdırarkən istəyirəm bir anlıq dayanıb düşünəsiniz. Sizin işlədiyiniz yerdə, sizin təşkilatınızda bu 3 müdafiə xətti necə işləyir? Onlar həqiqətən də möhkəmdirmi? Çünki unutmayın, zəncirin gücü onun ən zəif xalqasının gücü qədərdir və güclü müdafiə xəttləri hər bir uğurlu təşkilatın onurğa sütunudur.